وَقُلْ رَبِّ زِدْنِي عِلْمًا. Elhamdülillahi Rabbil alemin. Və salatu və salamu alə nəbiyyina Muhammed və alə alihi və sahbihi əcməin. Amma bə'd. Və qardaş soruşur ki, əgər insan bilir, amma əməl etmir. O üzürlüdür. Bilir, amma əməl etmir. Üzürlüdür. Əlbəttə ki, bilib əməl etməyən insan üzürlü deyil. Bilib əməl etməyən insan üzürlü deyil. Çünki üzür nə vaxt olur? Bilməyənə qədər olur. Və yaxud hansı insan üzürlü deyil? O insan ki, bilməyə əli rahat çatır, amma öyrənmir. Bu insan da üzürlü deyil. Bu insan da üzürlü deyil. Amma burada diqqət olması yerlər var. Nə deməkdir üzürlü deyil? Baxır, nəyi tərk edən insan? Tutaq ki, insan şirk edir və bilir ki, bu şirkdir, Allaha şərik qoşmaqdır və bilərək onu edir. O nədir? Kafirdir, müşrikdir, əbədiyyən cəhənnəmlikdir. Ölənə qədər tövbə etməsə, əbədiyyən cəhənnəmdə qalacaq. Aydınmı? Yəni, müşrikə tövbə qəbul deyil. Yəni, o şəkildə ölərsə. Mən mətə və huvə yəd'u min dunillah niddən dəxələnnar. Kim Allaha şərik qoşaraq ölərsə, cəhənnəmə girər. Lakin ölümünə qədər tövbə edərsə, hətta müşrikdən belə tövbə qəbuldur. Aydınmı? Yəni, Peyğəmbər sallallahu əleyhi və səlləm sahabələri əksəriyyəti müşriklər olub əvvəl. Sonra tövbə edib gəliblər. Aydınmı? İnnallaha la yaghfiru an yushraka bihi və yaghfiru ma dun zalika limen yasha. Allah özünə qoşulan şirki bağışlamır. Ondan aşağı günahı istədiyinə bağışlaya bilər. Aydındır məsələ şirk məsələsi. Deməli, şirk, insan biliyərəkdən şirk edərsə, ona üzür yoxdur və o əbədiyyən, o halda ölərsə əbədiyyən cəhənnəmlikdir. Müşrik olur, kafir olur. 2. Əgər insan bildiyi halda müəyyən əməlləri tərk edir. Misal üçün, namazı tərk edir, orucu tərk edir, zəkatı tərk edir, həcci tərk edir, bildiyi halda. Onda o əməli tərk edən hökmü nədirsə, o əməlin hökmü o cürə hökm edilir ona. Misal üçün, əgər namazı tərk edirsə, bu məsələdə alimlər ixtilaf ediblər. Bəzi alimlər deyir ki, kafirdir, əbədiyyən cəhənnəmdə olacaq. Bəzi alimlər isə nə deyir? Deyir ki, xeyr, yəni kafir deyil, böyük günah sahibidir. Allahın istəyi altındadır, Allah istəsə bağışlayar, istəsə əzab verər. Eləcə də orucu tərk edən də, vacib orucu tərk edən də və həmçinin zəkatı tərk edən də, həcci tərk edən də nədir? Böyük günah sahibləri də Allah istəsə, bağışlar istəsə əzab verər. Aydın, bilərəkdən, yəni bunları tərk edən. Hətta namazı insan tənbəllikdən tərk etsə, biz bunu tənbəllikdən tərk edənə deyirik. Amma vacibliyini inkar edən yox. Bax, vacibliyini inkar etmək məsələsi də iki növdür. Biri var, bilərəkdən inkar edir. Vacibliyini inkar edirsə, bu kafirdir bu insan. Bilərəkdən. Bilir ki, namaz vacibdir və vacibliyini inkar edir, o nədir? Dindən çıxmışlar. Çünki Allahın vacib etdiyi şey bu deyir ki, vacib deyil. Yəni, bu Allahın hökmünü rədd edir, Qur'anı rədd edir, sünnəni rədd edir, dini rədd edir. Ona görə kafir olur o. Bu nəinki namaza, bütün əməllərə aiddir. Vacib bir əməldir. İnsan vacibliyini inkar edirsə, nə olur? Dindən çıxır insan. Çünki Allah vacib edib, sən deyirsən ki, xeyr, vacib deyil. Aydınmı? Allahın şəriətinin önünə bir şəriət qoymaqdır. Amma əgər yox, insan bilməyərəkdən vacibliyi inkar edir, deyir, xeyr, namaz vacib deyil və bilmir. Cahildir bu məsələdə. Ona öyrədilməlidir. Öyrədilməlidir ki, xeyr, sən doğru demirsən. İndi yaxşı, burada yenə bir diqqət olması mövzu var. Əgər o öyrədilir, inkar edərsə, birbaşa ona kafir deyilmir. Nəyə görə? Çünki kim öyrədəcək ona? Baxılır, kim öyrədir? Bu çox önəmli mövzudur. Deyə bilərsən, buna dəlil nədir? Yəni ki, kim öyrədir? Deyirik ki, qədimdən bu tərəfə sahabə, tabiin, ətbəut tabiin və maruf olan sələf imamları bunun üzərində olublar. Onlar hətta böyük alimlər, böyük imamlar danışdığı bidət əhli önündə inkar edib təkfir etməyib. Aydın, təkfir etməyib. Misal üçün, Şeyxülislam İbn-i Teymiyyə rahimehullah cəhmiləri və onların
imamlarını, alimlərini, böyükləri ilə danışıb. İnkar ediblər, neynəməyib? Təkfir etməyib. Şeyxülislam qədər hüccəti güclü olan insan ola bilər. Yəni, özündən sonra gələnlərdən. Xeyr. Yəni, Şeyxülislam İbn Teymiyyə özündən sonra gələn alimlər arası həqiqətən nədir? Hüccətdir insan. Yəni, elə belə ona Şeyxülislam İbn Teymiyyə deməyiblər. Şeyxülislam deməyiblər. İslamda Şeyxülislam deyən kimi İbn Teymiyyə nəzərdə tutulur. Bu, bütün alimlərdə belədir. Bütün İslam kitabxanasında belədir. Müasir və özündən sonra gələn, götür İbn Qayyim, İbn Əbdülhədi, öz tələbələri, İbn Muflih və ondan sonra gələnlər kim Şeyxülislam deyirsə, Şeyxülislam İbn Teymiyyə rahimehullah nəzərdə tutulur. Əhməd ibn Əbdülhəlim Əl-Harrani rahimehullah. Nə olub adı? Əhməd ibn Əbdülhəlim Əl-Harrani rahimehullah rəhmətən vasi. Onlar nə ediblər? Danışdığı bidət əhli danışıblar, hüccət çatdırıblar, bəyan ediblər, amma onlar inkar edib nə etməyib? Təkfir etməyib. İndi Şeyxülislam təkfir etməyibsə, biz necə deyə bilərik ki, mən buna çatdırdım, o qəbul etmədim, onu deməli o kafirdir. Aydındır mı? Ona görə heç vaxt hər kəs öz bəyanına ümid. Nəyə görə? Bax, sual. Nəyə görə ona çatdırılır və o qəbul etməsə kafir olmur? Ona görə ki, bəlkə şübhəsi qalıb. Və bu ehtimal var. Aydındır mı? Bəlkə şübhəsi qalıb. Və həmçinin orada nə var? Etibar məsələsi var. O bilsin ki, o səni danışanda, o səni bidətçi görür. O səni haqq yolunda görmür. Sən onunla danışanda o deyir ki, bu dəlilləri, söz oyunu oynayıb məni haqdan çıxartmaq istəyir, haqdan azdırmaq istəyir. Aydın mı? Bax, bir nöqtəyəni də deyim, yəni, çoxu vaxt insanlarla danışan deyir ki, sən məni nəsə çaşdırmaq istəyirsən, sən məni nəsə azdığı yoldan çıxarmaq istəyirsən, deyir. Halbuki sən ona Quran deyirsən, sünnə deyirsən. Bundan gözəl söz ola bilərmi? Sən istəyirsən məni yoldan. Halbuki insan, misal üçün belə deyək də, ömür boyu özünü içkiyə verən insandır. Ömür boyu pis əməllərdə həyatını keçirən insandır. Sən ona danışırsan ki, Allahdan qorx, ibadət ilə əxlaqlı ol, ədəbli ol. O deyir ki, bu məni yoldan çıxarmaq istəyir. Allahu akbar. Subhanallah, subhanallah. Yəni, Allahu akbar. Yəni, fikir ver. Yəni gör nə qədər fitrət dəyişilib yəni insanda. Ona görə yəni görürsən o tərəfi var onun. Əslində o elədiyi şeydə nədir? Batıl yoldadır. Amma insanlar ölkədən ölkəyə, yerdən yerə fərqlidir. Ona görə etibarlı insan çatdırmalıdır. Onun etibar etdiyi insan, əgər etibar etdiyi insan çatdırarsa, onda qəbul etməsi onda kafir olur və ya müşrik olur. Yəni bu 4 mərhələ var idi. Hansı ki, birinci haqqın çatması, ikinci başa düşməsi, üçüncü etibarlı bir insan çatdırması. Yəni əgər bu 3 mərhələ keçərsə, qəbul etməzsə bu halda yenə nə olur? Bəzi alimlər ki, vaxt verilir. Vaxt verilir ona. Tövbəyə çağırılır. Aydın mı? Tövbəyə çağırılır. Əgər tövbə etməzsə, onda baxır hansı əməl üzərində geçsə, o əməllə hökm verilir. Misal üçün, şirkdən tövbə etmirsə, kafir kimi öldürülür. İslam şəriətinə görə. Amma namazdan tövbə etmirsə, namaz qılmırsa, imtina edirsə, bəzi alimlər deyirlər ki, hədd olaraq öldürülür. Yəni, kafir olaraq yox, müsəlman olaraq gedir. Yəni, sadəcə həddi budur. Əməl kafir. Hə, yəni, belə. Bəzi alimlər deyir ki, yox, o mürtəd olaraq öldürülür. Yəni, belə. Yəni, bu İslamda təbii ki, biz şəriət ölkəsindən danışırıq, yəni, hansı ki, orada şəriət qazisi, şəriət hakimi, şəriət, yəni, bu, sırf biz İslamdan danışırıq, amma bunu tətbiqindən danışmırıq, yəni, hər hansı bir ölkədə. Bunu qətiyyən tətbiq etmək düzgün deyil. Hətta şəriət ölkəsində belə insanlar bunu tətbiq etməsi düzgün deyil. Bu, yalnız qazi, hakimin, qazinin və buna ayrılan orqanların işidir, yəni. Bu, heç bir insanların işi deyil. Hətta Osman radiyallahu anhın vaxtında bir sehirbazı öldürürlər. Osman radiyallahu qəzəblənir, cəzalandırır onları. Deyir ki, yəni, siz kimdən cəza alıb öldürürsünüz, yəni? Əgər bu icazə olsaydı, bütün insanlar bir-birinə qıyardı. Deyərdi, o sehir elədim, ona görə öldürdüm. O nə nifaq elədim, onu öldürdüm. O nə filan şeyi tərk elədim, onu öldürdüm. Aydın mı? Yəni, bu açıq-aşkar nə olardı? Xaos olardı. Yəni, özbaşınalıq olardı. Belə şey olmaz. İndi aydındır məsələ, yəni, əgər insan bilib tərk edirsə, o əməli tərk edənin hökmü nədirsə, o hökm ona verilir. Aydınmı? Yəni, və həmçinin, əgər insan bilərəkdən bir şey tərk edirsə, Allah qorusun, ona cəza var. Misal üçün, namazı tərk edir, namazı qılmayanın cəzası var ona.
Orucu tərk edir, orucu tərk edən cəzası var ki, yəni axirət günü Allah qoyur. Əgər o halda ölərsə, tövbəsiz o halda ölərsə, Allah bir daha doğrusun.